Neftçinin Qarabağla hər iki oyuna həm A, həm də B planı var. Bunu dünənləri Sumqayıt üzərində 3-1 hesablı qələbədən sonra Neftçinin baş məşqçisi Yuri Verniydub elan etdi. Komanda 5-ci pilləyə qalxdı və Verniydubun keyfi biraz düzəlmişdi və əlavə etdi ki, aprel ayı çox çətin olacaq və bundan razıdır. Çünki Araz Naxçıvan, Zirə və həmçində Qarabağla 2 oyunu var. Bu oyunların hamısı komanda üçün çox çətindir və Verniydub gizlətmir ki, komandanın əsas planı çox sadədir. Çıx, oyna və qazan. Və rəqiblərin gücündən fərqli olaraq komanda hazırlaşır. Həm A planı ilə, həm B planı ilə. Düzdür, A planından B planının nə olduğunu açıqlamadı. Əlbəttə, Ukraynalı mütəxəssis açıqlamaya da bilər. Çünki o özü çox yaxşı bilir və rəqibləri də çox yaxşı analiz edib. Amma bu 4 oyunda məhz Neftçinin əsl gücü bilinəcək. Özü də ən əsas Qarabağla ayın axırında keçirəcəyi 2 oyunda. Çünki bu oyunlar həm Qarabağa lazımdır, həm də Neftçiyə. Çox maraqlı oyunlar gözləniləcək və deyərdim ki, Azərbaycan üçün bizim qəbul etdiyimiz, belə deyək də, milli derbinin bu 2 oyunu çox vacib olacaq hər iki komanda üçün. Biri çempion olmaq istəyir, o biri də Avrokuboklara getmək istəyir. İnşallah görək nə olur.